Videoma hoş geldiniz. Ben Ziver. Kameraya bakıram mən. Kamera bakalım nerede? Flash düşür görmürəm. Neyse. Videoma hoş geldiniz. Ben Ziver. Bugün sizinle birlikte bu ilin ilk sabahlama videosunu çəkirəm. Yəni mən uzun zamandır ki sabahlama eləmirəm. Yəni sabahlamıram. Ki zaten sabahlamak çok seven birisi deyiləm. Yəni maksimum saat 3'e kadar oyaq qalaram. 3'dən sonra yatıram. Ama bugün bu videoda elə olmayacaq. Bugün səhər saat 6'ya kadar falan oyaq qalacağam. Güneşin doğuşunu sizə çəkəcəm, göstərəcəm mütləq. Yəni bu ilin ilk sabahlama videosunu çəkirəm. En son əsl, yəni sözün əsl mənasında sabahlayanda 2021 idi ya da 2022. Yəqin ki 21 idi. Belə. Bugün sabahlayır. Ay, mən bayaqdan səhv yerə baxıram kamera. Ay. Və dostlar, onu da demək istəyirəm ki, mən bu kanalda ilk dəfəki sabahlama videosu çəkirəm. Yəni ümumiyyətlə ömrümdə ilk dəfəki sabahlama videosu çəkirəm. Ümid edirəm ki, bu video qəşəng olacaq. Bu arada kameramanım qardaşımdır. Əgər bacarsa, yatmasa, o da məndən bir yerdə sabahlayacaq. Ümid edirəm ki, bacarar. Yatacaqsan? Yatmayacaq. Bu arada dostlar, bir şey soruşmaq istəyirəm. Aranızda məktəbə gedən var. Yəni iyunun neçəsidir bu gün? 7-si. Bu gün iyunun 7-sidir. Aranızda məktəbə gedən var. Yəni mən iyunun neçəsindəndir? İyunun 3-ündəndir ki, mən dərsə getmirəm. Bir də gedəcəm kitabları verməyə, o qədər. Kamera niye əyildi? Düz tut. Neyse. Bu arada sizde dırnaqlarımı izlədim. Ayın 4'ünde getdim, düzəltdirdim. Əslində bundan önceki dırnağım da sağlam idi. Yəni sadəcə 2 dənəsi biraz qopacaqmış kimi idi, amma qopmurdu. Sadəcə getdim, yəni düzəltdirdim. Bir ay tamam olmuşdu. Mavi dırnaqlar. Tam yaya uygun. SS eləyin. Bunu SS eləyin. Ya da eləməyin. Bayaq yağış yağır deyə çöldə. Bugün bir də hava olub çöldə. Gah yağış yağar, gah günəş açır. Düzüyor, günəş açmır. Amma yağış yağır deyəm. Ay başım nəyə böyük görünür? Sen de kazayısın. Bu arada bu mənim qardaşımdır. Yumurtaya oxşuyuruq. Sən yumurtanın sarısı mən ağı. Bu arada mən qardaşımı ilk dəfə göstərəm videolarımda. Yox, ilk dəfə deyil. Yox. Əvvəl də göstərmişəm videolarımda, sadəcə tipimə bax. Əvvəl də videolarımda göstərmişdim. Bir-iki dənəsində, yəni bir neçə saniyəliyinə görünüb qardaşım. Amma indi qardaşımın 8 yaşı var. Məndən 7 yaş balacadır. Mənim 15 yaşım var, 18 yaş var. Məndən 7 yaş balacadır. Bir daha havaya baxın. Ay bir dəqiqə flaşı söndürəcəm. Bir dəqiqə. Hə. Havaya baxın. Yəni göz effekt qoyum. Effekt qoyamadım. Nəysə. Havaya baxın. Aman ya Rabbim. Nəysə. Pəncərəni bağlayaq. Deməli dostlar, indi işıqları söndürdük və mən sizə yaşadığım bir qorxu hekayəsini danışacağım. Amma hekayə deməyimə baxmayın. Bu gerçəkdir. Deməli, qış gecələrinin birindəydik. Və mən evdə yalnız idim. Evdə heç kim yox idi. Gecə saatlarındaydı. Yatağımda uzanmışdım və telefonuma baxırdım. Və ev çox sakitçilik idi. Birdən qapıdan bir səs gəldi. Qapıya yaxınlaşdım və tam qapını açmaq istəyəndə işıqlar kəsildi. Mən çox qorxdum. Geri qayıtdım və telefonumu əlimə aldım. Əvvəlcə işığını yandırdım. Daha sonra isə yenidən qapıya tərəf getdim. Və qapını açdım. Yavaş yavaş açdım. Bir de gördüm
qardaşım gəl. Heç kim gülmədi. Bu zarafata heç kim gülməyəcək. Doğru. Bilirəm, heç kim gülməyəcək. Mənim zarafatlarıma heç kim gülmür. Xahiş edirəm izləyicilər, bu zarafata gülün. İzləyicilərim, bu zarafata gülün. Zarafatsız həqiqi bir dənə qorxu şeyi anladım. Anlat. Cidden. Bu arada bu defa ciddiyim. Düzdür, çok böyle bir şey değil ama yine de diyeceğim. Demek. Deməli, səhv xatırlamıramsa qış aylarındaydıq yəni. Telefon ayı idi ya, telefon düzdür. Ne öyle da. Əyri oldu. Deməli, əgər səhv xatırlamıramsa, qış aylarının birindəydik. Mən də yerimdə uzanmışdım. Ama evde şöyle yatmıştı. Bir de ben oyaqaydım. Yerimde uzanmıştım. Tam böyle yatmağa hazırlaşırdım. Diğer otaqdan ses gəlməyə başladı. Ama necə səs? Açıq aydın. Bilirsiniz nə səsi? Adi kulak olur. O belə eləyəndə nə səs çıxır belə? Qış 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 bir dənə səs çıxır da. Hardasa bir 3 saniye, 4 saniye onun səsi gəldi. 3-4 saniye öyle o xışıltı səsi gəldi də. Mən də dedim, ay Allah, bu nədir? Bu nə səsdir də? Yəni durduq yerdə, gecənin ortasında. Nəysə. Amma daha sonra gedib baxmağa cəsarətim olmadı. Elə qaldı orada. Yəni o nəyin səsi də hələ də bilmirəm. İndi yemək yeyəcəyik. Çünki yemək yeməkdən başqa heç bir başlayayım. Nə oldu? Yiyəcək bu. Nəysə, yemək yeyirik. Bu sabahlama videosu ne kadar maraqlı olacaq görəsən? Biraz. Çok. O zaman. Görüşüyor. Cenni qoy. Ya ne var aslında? Görürsən mahnıya görə telif yeyərəm. İnşallah yemərim. İndi biz çıxdıq balkona. Evdə bayağı bir mahnıya qulaq asdıq. Məsələn, bayağı bir 5 dəqiqə. 5 dəqiqə mahnıya qulaq asdıq. Estetik video seç, estetik video. Estetik olsun ha. Oldu estetik. Çok şey giyinirdim ayağıma. Ne? Üşüdüm ya. Laf üşüdüm ya. İyun ayında üşümək olar. Telefonu düz tutuyorsun. Size estetik video seç. Belki estetik olmadı. Ay bu ne dalı? Kaş flashımız olar diye. Ayrıca böyle koymağa. Bence de. Çok kalitesiz görünüyor video. Neyse ama olsun. Olsun ama. Aslında biz özümüz kaliteliyiz. Burada konfet tatlımı yiyeceğim. O zaten seniniydi de. Onun daha da pis değil. Bence de. Neyse. İndim. Bir dakika. Ha. Bu ne dolu? Size bir şey göstereyim. Buna bakın. Görün ne şirindi. Bunun bir de Hello Kitty'si var. Ama o telefonun arkasında. Çok şirin. Bakın arkasında da Kurami var. Buna bak. Çok şirin. Bakın bir de bir şey daha var. Bunu göstermiştim videomda. Yok göstermemiştim. Ne bakın. Ay göstermiştim. Ha göstermiştim. Şeyden. Bundan evvelki videomda göstermiştim. Çok şirin. Bu ama ben bunun için hepsine yazmırdım da. Bir siz ne yazmak kararına geldim. Bunu Instagram'da story'de paylaştım. Ona göre Instagram'dan izlemeyi unutmayın. Düzelttik. Bakın. Kore dilinde elədiyim şeyler, İngilizcəsində elədiyim şeyler buradadır. Bir de bu gün də var idi. Ama bu gün heç düzəməlli şey eləmədim, çalışmadım. İngiliz dili, İngilizcə heç çalışmadım.
Deməli dostlar, sizə bir şey demək istəyirəm. Uzun zamandır bunu düşünürdüm, amma videolarımda demirdim. İndi demək qərarına gəldim. Hər birinizin fikrini almaq istəyirəm. Mənə bir neçə nəfər, hətta bir neçə nəfərdən də çox adam mənə dedi ki, videolarımın dəqiqəsini uzat, daha uzun olsun videoların. Çünki mənim videolarımın ortalama dəqiqəsi 10 dəqiqə ya da 11 dəqiqədir. Yəni 10-11 dəqiqəni o tərəfə keçmirəm. Ancaq 10 dəqiqə ya da 11 dəqiqədə qalıram, yəni ortalama olaraq da yəni. Və mənim ən uzun videom 14 dəqiqədir. Başqalarındakı ən uzun video yarım saat, 40 dəqiqə falan olanda mənim ən uzun videom 14 dəqiqədir. Və bunun az olduğunu düşünənlər var və mən də belə bir qərara gəldim ki, artıq videolarımın dəqiqəsini uzadım. Siz nə düşünürsünüz bu haqqda? Sizin də fikrinizi almaq istəyirəm. Sizcə videolarımın dəqiqəsini uzatmalıyam? Sual. Sizcə uzatmalıyam? Əgər uzatmalıyamsa, təbii ki də uzadaram. Ən boş şeyləri belə çəkərəm. Videonun dəqiqəsini uzadaram. Zaten boş şeyləri seçmərəm. Amma videonun dəqiqəsini uzatmağa çalışıram. Belə yəni. Bunu deyəcəkdim. Saat 11-ə işləyir. Nəysə. Belə. Bundan sonra çalışacağım videolarımın dəqiqəsini uzadım. Hətta indi bu dəqiqə bu videonu dayandırıram və Instagramda bir story paylaşıram. Və paylaşıb deyəcəm ki, sizcə videolarımın dəqiqəsini uzatmalıyam, yoxsa yox? İndi o story paylaşacağım. Şəklini də qoyaram bura. Baxın. Siz də gedin, oy verin. Sizcə videoların dəqiqəsi uzansın, yoxsa uzanmaz? Uzansın, yoxsa yatsın? Zarafat. İndi dostlar, biz ani bir qərarla çölə çıxdıq. Gedirik marketə. Hava da sərindir, qəşəngdir. Gedirik. Gedək marketə. Görək nə alır. Ay, göstərim ay sizə. Bakın, ay. Ay da kamerada qəşəng görünmür, amma qəşəngdir. Ay. Bu da mənim çölcəm. Bu da qardaşımın. Hər yer sudur. Güclə kesti. Allah'ın olsun. Nə cür da bura? Zorla kesti ya. Görünür. Neyse. Gəldik marketə. Nə alaq? Restorex. Gəl bunu alaq. Mən bunu sevirəm. Harika. Sus. Sus. Harika oldu. Mən də bunu aldım. Orange. Uyda İngiliz dili uşaq. Bilirsiniz nə oldu? Qonşumuzun qapısı açıq idi. Bizi gördü, qapını bağladı. Neyse. Gidiyoruz. Kola ile. Belə işıq olur, belə işıq olur. Hadi orada Tərs ne? işıq. Desen. Yokmuş. 30 qəpik. Все, Məhəmməd. Ala. 20 qəpik sən, 10 qəpik mənim. 20 qəpik sən, 10 qəpik mənim. 20 qəpik sən, 10 qəpik mənim. Ben almışam. Ben almışam. Ala 20 qəpik sənin, 10 qəpik mənim. Aferin. Görsən necə yaxşı bacı. Pişik, 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 pişik. Kola gücü. Kolanın gücü olur oğlum. Baxın da öyle. Elə bildim kolada. Elə Cevabında da en qəşəng budur. Allah bundan qəşəng. O qədər qazlıdır ki, bu necə içirlər? Deməli dostlar, indi saat 12-yə qalır. Normalda bizim anamız evdə deyildi deyə biz qışqıra danışırdıq, gülürdük. İndi anam evə gəlib, harca 1 saat falan öncə evə gəldi və hal-hazırda yatıb. Biz ikimiz oyağıq. Ona görə biraz yavaş danışmalıyıq. İşıq nə pis. Nəysə. Axşam olduğu bilinir də yəni. Və bu arada yenə yağış yağır. Nə qədər yağış yağır? O qədər çox yağış yağır. Ami nə qara görünürsən. İndi fikir verdim. Mən çox qarayam. Baxın. Deyəm nə? Bir dənə deyəm. Bura nə olub? Niyə qırsan? Niyə qıram? Mən də elə yəni. Mən elə deyiləm ki. Qolumu göstər. Ada bura gədə. Gələ buyurun qolum. Bu nə də Allah? İndi dostlar,
Qardaşımla bir yerdə domino oynayacağam. Çizəməlli qarışdır. Al bunu. Neyse götür. Götür. Baxın. Götür. Kardeşim bunu böyle açık formada oynuyor. Sen? Ben de gördüm. Gör də. Neyse də, neyse. Çəkil, mən başlayıram. Sen başla. Mən nədən başlayayım? Bundan başlayayım da. Bakın. Hı. Olmuş. Niye olmur? Ver bura. Ha olur. Hı. Bunun bak bunun beşliği var. Hı. Beşliği var. İndi sıra məndə. Uşaq o qədər bacarmış ki, yarım təzədən geri qoydun onları. Yox, qoymamasan, götürmüsən uje. Götürmüsən. Altını qoy. 5'in yoxdur, altı. Senin içine bakın. Nəyə baxırsan? Nə başa düşəcəksən baxsan? Amin. 5 qoymaz. Ancaq 5 qoya bilərsən. Başqa heç yolun yox. Götür də, daş götür. Talihsiz kuş. Onun yeridir. Amin. Eləmə. Neyse mən qazandım yani. Onu elə qarışdırırlar. Götür. Benim uşaq oluram. Mən niyə bununla damıram? Oynamıram vəbşi. Çıxıb gedirəm mən. Deməli dostlar, biz indi getdik popcorn hazırlamağa. Yəni qoydum qaza. Özü orada hazır olur yani. Bir yani birazdan gələcək televizora baxmağa. Qardaşımla, Aminlə bir yerdə. Belə. Bu arada dostlar saat 1 işləyir. 2 dəqiqə işləyir. 9 dəqiqə işləyir. İndi dostlar popcorn yeyərək Gumball izləyirik. Babazalarda tersten pişirirsen. Pişirersin. Evet, aile boyu isabet bilmiyorum. Tabii güzel midir peki? Ne de aile boyu yani hizmetinde az önce yarım saat Deməli dostlar, indi səhər saat 5'ə qalır və mənim qardaşım yatdı. Mən də saat 6 olanda havanı seçəcəm. İnşallah ki səsim gəlir. Belə hava yavaşdan aydınlanmağa başlayır. 6 olsun. Havanı seçəcəm. Ve dostlar nihayet ki kanalımdaki ilk ve tek sabahlama videosunun sonuna geldik. Videom buraya kadar idi. Ümid edirəm ki videodan tam razı qalarsınız. Eğer sona kadar izledinizsə like atmağı ve kanalıma abone olmağı unutmayın. Bu videonun davamını yani part 2'sini, part 3'ü, 4'ü istəyirsinizsə sadece videoya like atın ve şərh bölməsində istəyib istemediğinizi yazın. Belə. İstəsəniz təbii ki də bu videonun davamı gələcək. Və onu da demək istəyirəm ki, Instagramda dünən paylaşdığım story qoyuram bura. Çoxunuz hə dediniz. Yəni videolarımın dəqiqəsinin uzun olmasını istədiniz. Ona görə artıq videolarımın dəqiqəsi uzun olacaq. Belə yəni videom bura qədər idi. Ümid edirəm ki videodan tam razı qalarsınız. Bye bye.